Çox qütblü dünyaya keçid prosesi artıq başlayıb. Bu cümlə Münxen Təhlükəsizlik Konfransının hesabatında xüsusilə vurğulanıb. Amma əsas suallar Fransanın ikinci təcili sammit keçirilməsi üçün tədbirlər görməsi ilə bağlı yaranıb. Rüstəm Mikayılzadənin süjeti. Fransa, Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirib. Bu dəfə sammitə Avropanın digər ölkələri ilə birgə NATO üzvü olan Kanada da dəvət olunub. Avropa İttifaqının son 3 gün ərzində ikinci təcili sammit keçirməsi səbəbsiz deyil. Səudiyyə Ərəbistanında baş tutan Amerika Birləşmiş Ştatları Rusiya danışıqları və Vaşinqtonun xarici siyasətindəki köklü dəyişiklik ittifaqı daha da narahat edir. Ekspertlər isə deyir ki, Birləşmiş Ştatlar Rusiya ilə dialoqa başlasa da sanksiyaların ləğvindən söhbət gedə bilməz. Hətta indi Amerika Birləşmiş Ştatları Rusiya ilə yaxınlaşa bilər sualı verilirsə, ritorik sual da yaranır. Hansı məqamda? Donald Trump and-içmə mərasimindəki çıxışı zamanı dedi ki, Birləşmiş Ştatlar üçün prioritet məsələlərdən biri Avropanın enerji bazarında güclənməkdir. Əgər Rusiya ilə yaxınlaşmaqdan bəhs ediriksə, onda sanksiyaların ləğvindən danışırıq. Bu isə Rusiya üçün niyə vacibdir? Avropaya paltar yuyan maşın ixracı üçün, yoxsa təbii qaz təchizatı üçün? Birləşmiş Ştatlar heç vaxt buna getməyəcək. Birləşmiş Ştatların Rusiya ilə birbaşa danışıqları Avropa daxilində Ukraynaya hərbçi göndərilməsini və birliyin təhlükəsizliyini gündəmə gətirib. Ukrayna məsələsində Vaşinqtonla Moskva münaqişənin həlli üçün danışıqlar qrupu yaratmaq barədə razılığa gəlib. Hələlik Trump Amerika qoşunlarını Avropadan çıxarmayacağını bildirib. Fransa prezidenti Emmanuel Macron isə ölkəsinin Ukraynaya hərbçi göndərmək niyyətində olmadığını deyib. Polşanın baş naziri Donald Tusk da eyni bəyanatı verib. Birləşmiş Krallıq isə bu məsələdə əks fikirdədir. Ekspertlər qeyd edir ki, Rusiya təhdidini əsas gətirərək vaxtı ikən şərqə doğru genişlənən NATO-nun da gələcəyi müəmmalıdır. Avropa ilə Birləşmiş Ştatlar arasında dərinləşən ziddiyyətlər həm də təşkilat üçün suallar yaradır. Mümkündür ki, NATO'nun quruluşu saxlanılacaq, lakin daxildə Avropanın təhlükəsizliyinə cavabdeh ayrıca hərbiləşdirilmiş struktur yaradılsın. Trump'ın və komandasının bəyanatları fonunda Şimali Avropa və Baltik ölkələri, Polşa, hətta demək olar ki, Rumıniya və Bolqarıstan Rusiyadan gələn hərbi risklər altındadır. Buna görə də Moskvanın Avropa banklarında dondurulan aktivlərinin bərpası gündəmə gələ bilər. Həmin 200 milyard dollardan çox aktivlər də Rusiyadan gələn təhdidlərin qarşısını almaq üçün Avropanın təhlükəsizliyinə sərf olunması mümkündür. Siyasi şərhçilərin fikircə yaxın perspektivdə Avropa İttifaqı Birləşmiş Ştatlarsız nəinki Ukraynanın, hətta özünün də təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Emmanuel Macronun təşəbbüsü ilə keçirilən Ukrayna və Avropanın təhlükəsizliyi samiti də gözləntiləri doğrultmur. İttifaq daxilindəki narazılığın özü də anlaşılmazdır. Əslində Avropanı proseslərdən kənarlaşdıran elə illərlə özünün yürütdüyü prinsipsiz siyasətdir. Avropa İttifaqı narahatdır ki, onları bu proseslərə dəvət eləməyib. Amma Avropa İttifaqı özü istəmirdi axı. Bu illər ərzində Avropa İttifaqı özü deyirdi ki, heç bir danışıq Rusiya ilə ola bilməz. Belə halda Trump'ın belə deyək də reallaşdığı plan Avropa İttifaqının ayrı-ayrı liderlərin istəyi ilə necə uzlaşa bilər? Yeri gəlmişkən Münxen Təhlükəsizlik Konfransının 2025-ci il üzrə ilkin hesabatı dərc olunub. Çox qütblülük başlığı ilə yayılan sənəddə Birləşmiş Ştatların dəyişən siyasəti, Avropa İttifaqı daxilindəki ziddiyyətlər və Çin ilə Hindistanın yeni güc olmaq cəhdləri xüsusi vurğulanıb. Qeyd olunur ki, Trump'ın yenidən prezident seçilməsi Birləşmiş Ştatları beynəlxalq liberal nizamdan uzaqlaşdırmaqla yanaşı, Avropanın təhlükəsizliyindəki rolunu da azalda bilər. Bu da NATO və Avropa İttifaqı üçün müəyyən çətinliklərə səbəb olacaq. Çin isə həm Birləşmiş Ştatlarla, həm də Rusiya ilə ittifaqdan yayınaraq öz rolunu artırmağa çalışır. Qlobal nizamdakı bu dəyişikliklər qaçılmazdır.